Salam, xoş gördük hər birinizi. Düşünürəm ki, 9-cu və 11-ci siniflər üçün artıq abituriyent hazırlıqları başlayıb və mən də buna görə ingilis ilə bağlı sizə biraz kömək eləmək istəyirəm. Mövzumuz isim mövzusudur. Biz burada düzəltmə isim düzəldən bəzi xüsusi şəkilçilərə baxacağıq. Birinci başlayacağıq sizlə ship şəkilçisindən. Ship lıq-lik mənasında düzəltmə şəkilçidir, amma həm də shipin özünün gəmi mənası var. Buna görə də mürəkkəb isim yarada bilir. Buna xüsusi diqqət edirsiniz. Məsələn, friendship sözündə ship şəkilçidir, düzəltmə isim yaradıb, çünki dostluq deməkdir mənası. Amma warship, battleship, airship, spaceship, steamship və longship sözlərində mürəkkəb isim yaradır, çünki burada shipin mənası gəmi deməkdir. Xüsusilə longship sözünə diqqət edirsiniz, çünki burada longshipi siz uzunluq kimi tərcümə edə bilərsiniz. Testlərdə qabağınıza çıxsa, longshipi mürəkkəb isim kimi götürürsünüz, çünki mənası uzunsov formada olan gəmi deməkdir. Növbəti şəkilçimiz Y şəkilçisidir. Burada diqqət edirsiniz, çünki Y şəkilçisi bəzi sözlərdə isim yaradır, əksər sözlərdə isə sifət yaradır. Məsələn, discovery və honesty sözlərində isim yaradır, sunny, rainy, cloudy kimi sözlərdə isə sifət yaradır. Daha sonra keçirik digər şəkilçimizə, TH şəkilçisi. Uşaqlar, bura diqqət edirsiniz TH-ə, çünki TH şəkilçisi həm sıra sayı yarada bilir, yəni sayıların sonuna artırılanda sıra sayı olur, nitq hissəsi olaraq isim deyil və TH şəkilçisi isim düzəldəndə diqqət edirsiniz ki, qoşulduğu isimi kökündən dəyişir. Məsələn, long, lengths, wide, widths, strong, strengths. Sonraki şəkilçimiz ING şəkilçisidir. ING də eyni şəkildə həm isim, həm də sifət yarada bilir. Building, meaning, meeting kimi sözlərdə isim yaradır. Interesting, boring, tiring kimi sözlərdə isə sifət yaradır. Və gəldik ən vacib şəkilçilərdən olan and, end şəkilçilərinə. Burada şəkilçini əzbərləməyinizdə əslində problem yoxdur. Amma bəzi sözlər var ki, onları həmişə yadda saxlamalısınız ki, onlar düzəltmə şəkilçilərdir. Bir, servant sözü, serve sözündən gəlir və xidmətçi deməkdir. Bunun mənası mebel deyil. Baxın, bu testdə bir dəfə düşmüşdü və sual belə idi ki, aşağıdakilərdən hansı mebel hissəsi deyil və uşaqlar servant variantını götürməmişdilər. Çünki servantın bildiyimiz servant olduğunu düşünürdülər. Amma yadda saxlayırsınız ki, servant sözü serve, xidmət eləmək sözündən gəlir və mənası xidmətçi deməkdir. End şəkilçisində isə student və president sözləri düzəltmə isimdir uşaqlar. Bunu sadə isim kimi götürmürsünüz. Student sözü study sözündən yaranıb, president sözü preside sözündən yaranıb. Yəni testdə görəndə bunu düzəltmə isim kimi götürməlisiniz. Hələlik şəkilçilər mövzumuz bu qədər uşaqlar. Başqa izah eləməyimi istədiyiniz mövzu varsa, zəhmət olmasa rəylərdə qeyd edin. Növbəti videomuz onunla bağlı olsun. Sağ olun.